Salam, kanalıma videoma xoş gəlmisiniz. Bugün sizlə məni narahat edən bir mövzu ilə bağlı danışacağım. Mən qəbul imtahanlarına hazırlığa getmədən çalışıram, repetitorsuz hazırlaşıram və bununla bağlı bəzən mənə YouTube-da və digər sosial şəbəkələrdə yazırsınız ki, bəs sən hazırlığa getmədən nəsə eləməyə çalışırsan, amma biz də sənin kimi idik, müəllim yanına getmədik və yaxşı nəticə göstərə bilmədik. Eyni şəkildə sən də repetitor yanına getmədiyin üçün imtahana yaxşı bal toplaya bilməyəcəksən. Düzdür, anlayıram ki, bəziləriniz mənim yaxşılığımı istəyirsiniz. Eyni şəkildə mənim imtahana yaxşı bal toplamamı istəyirsiniz deyə bəziləriniz repetitor mənə məsləhət görürsünüz. Amma bilirsiniz, bu mümkün deyil. Yəni mən hazırlığa gedə biləcəyimi düşünmürəm. Nəyə görə? Çünki mən 9-dan 6-ya işləyirəm və 6-da evə gəlib bəzi ev işlərini görürəm. Ev işləri bitəndən sonra saat olur məsələn 8. Mən nə vaxt hazırlığa qoşulacağam, nə vaxt hazırlıqdan çıxıb dərsimi oxuyacağam, nə vaxt istirahətimi eləyəcəm. Çünki həqiqətən 9-dan 6-ya kimi də xeyli yoruluram və kompüter qarşısında olduğum üçün beynim də yorulur. Telefon, kompüter, yəni onların şüaları, onların qarşısında səhərdən axşama kimi oturmaq məni həqiqətən biraz incidir və ondan sonra gəlib hazırlığa onlayn şəkildə qoşulmaq, daha sonra dərs oxumaq mənə biraz yorucu gəlir. Bu arada mən YouTube və digər sosial şəbəkələrdə dərs videolarımı paylaşıram deyə bunu da sizlə bölüşməyi özümə borc bildim ki, yəni birlikdə bu mövzuyla bağlı müzakirə aparaq. Yəni bilirsiniz, mən də istəyirəm ki, hazırlığa gedim, müəllimin verdiyi materiallar əsasında çalışım. Çünki repetitorsuz bəzən insanda məsuliyyət hissi olmur. Deyir ki, yəni onsuz da müəllim məndən heç nə soruşmayacaq. Elə özlərim öz başım, ona görə də heç nəyə tələsmirəm. Bunu bugün eləmərəm, sabah eləyərəm. Belə düşüncədə olur. Başa düşürəm ki, repetitor önəmlidir, amma yəni mən imkan daxil nəsə eləməyə çalışıram. Əvvəl düşünürdüm ki, mənə çox bal lazım deyil, stresli olmamalıyam. Amma sonra dedim ki, yoxdur. Yəni buna uyğun hərəkət eləmə. Çünki gələcəkdə ballar qalxa bilər. Həm də ki, niyə görə istədiyin yerə az balla qəbul olasan ki, çabala və göstər ki, həqiqətən oranı istəyirdin. Buna görə daha çox çalış, daha çox məsuliyyət hiss elə özündə. Məcbur müəllim yanına getmədən hazırlaşmağa başladım. Bilirsiniz, əslində hazırlıq çox gözəldir. Əlinizin altında materiallar olur. Yəni oradan buradan nə oxuyum, nə edeyim, necə eləsəm doğru olar, hansı testləri işləyim deyə düşünmürsüz. Çünki müəlliminiz bir dənə material məsləhət görür və onun əsasında siz oxuyursunuz. Amma bunu yenə deyirəm ki, eləməyə mümkün deyil, imkanım çatmır. Bəlkə mən evdə olsaydım, bunu bacarardım. Yəni gedərdim hazırlığa, daha sonra hazırlıq əsasında imtahanlara da hazırlaşardım. Amma yəni bunu eləyəcək qüvvəni özümdə hiss eləmirəm. Çünki çox yoruluram artıq. Bəzən elə olur ki, gəlim, yatıram, dərsi oxuyuram və görürəm ki, çökürəm. Yəni mental cəhətdən də çökürəm bu arada. Nəinki fiziki cəhətdən, mental cəhətdən də görürəm ki, zədələnirəm. Artıq psixologiyam pozulur və yaxud da adicə bayaqları mən WhatsApp-dan gələn bir mesajı beynimdə oxumuşam. Girib mesaj axtarıram, amma görürəm ki, elə bir mesaj yoxdur. Səndə elə bir şey yox imiş, yəni olmayıb elə bir mesaj. Sadəcə o qədər beynim yorulub ki, o qədər psixi cəhətdən özümü incitmişəm ki, mental cəhətdən özümü o qədər incitmişəm ki, artıq olmayan şeyləri belə görürəm. Yəni paranoyaklaşmışam belə deyim də. Və hazırlıqla bərabər onu eləmək, yəni bilirəm ki, buna qüvvəm çatmayacaq. Yəni ona beynim çatmayacaq. Və biraz da onsuz da bunu keçən dəfə demişdim ki, mən özümü o qədər narahat hiss edirəm ki, birdən sabah gəlib imtahanı yaxşı nəticə göstərmərəm. Birdən deyərsiniz ki, bəs sən səhərdən axşama kimi dərs oxuyurdun, nə oldu? Amma həqiqətən mən də anlayın ki, mən imkan daxil nəsə eləməyə çalışıram. Bilirəm, yenə deyirəm ki, mənim yaxşılığımı istəyirsiniz. Allah razı olsun. Mən də sizin hamınızın yaxşılığını istəyirəm. İnşallah hamımız gedək yaxşı bal toplayaq və istədiyimiz yerlərə daxil olaq. Yəni hazırlığa keyfimdən getməməzlik eləmirəm. Bundan öncə də mən illər öncə birinci dəfə universitetə hazırlaşanda, universitetə daxil olanda müəllim yanına son aylar getmişdim və onun mənə sadəcə bir hazırlığın böyük təsiri olmuşdu. Azərbaycan dili ədəbiyyat hazırlığının mənə çox faydası olmuşdu ki, ədəbiyyatdan da yaxşı yazmışdım. Ən çox balım da ədəbiyyatdan gəlmişdi. Amma digər fənlərə mən çox yaxşı hazırlaşmamışdım. Yəni tarixa gedirdim, üzündən oxuyurduq. Onsuz son aylar idi. Müəllim nə qədər mənim üstümə düşəcəkdi ki, heç bir müəllim məni götürmürdü. Riyaziyyat idi. Riyaziyyatım onsuz da həmişə zəif olub, topludan işləyirdik. Bazam olmadığı halda topludan işləsəm nə olacaq? İngilis dili idi, köçürürdük. Yəni nə yalan deyim, yəni sizi aldadacaq deyiləm. Yəni köçürmə olurdu, nə yalan deyim. Yeni şəkildə başqa hansı fənlər var idi? Bunlar idi də. Yəni Azərbaycan dili ədəbiyyat sayəsində mən imtahana yaxşı bal toplaya bildim. Bu dəfə də ümidim əslində buraxılışdan çox blokadır. Blok daha rahat gəlir mənə. Çünki tarixdir, Azərbaycan dili və ədəbiyyatdır. Nə oxudunsa, nə bilirsənsə onu qeyd edirsən. Düzdür, Azərbaycan dili rahat bir fən deyil. Heç də ana dilimizdir deyə sizə asan gəlməsin. Yəni mənə də asan gəlmir şəxsən. Ana dilimiz olmağına baxmayaraq orada da məntiq tələb olunur. Buraxılışda indi ingilis dilindən şükür Allaha, elə bir ki, Aytac imtahan verir deyə gətirib essedə artırdılar. Əvvəl essedə 3 cümlə imiş, amma indi daha uzun bir esse yazmalıyıq. Dinləmə mətnləri var, mətinlər var, söz öyrənməliyəm, bilirəm ki, qrammatikadır. Bir dəfə hazırlığa getmişəm olsa, təcrübəm var deyə düşünürəm ki, bu dəfə öhdəsinə gələ bilərəm. Yəni, siz mənə yazanda ki, Aytac, hazırlığa get, yoxsa bacarmayacaqsan, inanın mənə, bu məni təşviq eləmir ki, mən hazırlığa gedəm. Daha da özümü
bərbad hiss edirəm. Düşünürəm ki, bacarmayacağam. Biraz bunun qorxusu var məndə. Amma yenə deyirəm ki, mən inşallah Allahın köməkliyi ilə, Allah məni utandırmasın, nə böyüklərimin, nə sizin yanınızda. Mən bacardığım qədər, əlimdən gəldiyi qədər nəsə eləməyə çalışacağam. Xahiş edirəm siz də bu yolda, əgər gələcəkdə pis nəticə göstərsə məni qınamayın. Bacardığım qədər nəsə eləyəcəm. Bəlkə son aylar sınaq üçün sürət qruplarına qoşula bilərəm, sual-cavab üçün varsa elə qruplara qoşula bilərəm, amma olmaya da bilər, nə yalan deyim. Çünki artıq bilirsiniz necə, hər şey YouTube-da var, eyni şəkildə sınaqlar Telegram qruplarında var. Əvvəl Telegram qruplarında belə şeylər tapa bilmirdim, nə yalan deyim. Varsa da mən tapa bilmirdim. Eyni şəkildə sınaqların da olduğunu düşünmürdüm. Artıq hər şey var, hər şey əlimizin altındadır. Ona görə mən Allahın imkan verdiyi qədər qarşıma çıxan bütün şanslardan istifadə eləyəcəm. Sizdən istəyim odur ki, bir-birimizə dəstək olaq, bir-birimizdən heç nəyi, yəni əsirgəməyək. Mən də tutduğum notları sizlə paylaşıram ki, paylaşacağım da inşallah. Bu qədər bunu sizin açıqlama ehtiyacı duydum. Çünki hər dəfə belə mesajlar gələndə özümü daha çox sıxıntı içində hiss edirdim. Ümid edirəm ki, məni yanlış anlamamısınız. Mən sizdən qarşı bir narazılığım yoxdur, qəlbim də qırılmayıb. Çünki bilirəm ki, inşallah ki, bir çoxlarınız bunu mənim yaxşılığım üçün deyirsiniz. Amma şərtlər budur. Alındıra bilməyəcəm, çatdıra bilməyəcəm deyə yalandan hazırlığa getməyin adı yoxdur. Daha da yorulacağam, daha məsuliyyətsiz olacağam və inanın mən testləri köçürüb gedəcəm ki, müəllim heç nə deməsin. Ümid edirəm ki, bu video sizə səmimi gəldi və mən özümü açıq, aydın bir şəkildə ifadə edə bildim. Videonu izlədiyinizə görə təşəkkür edirəm. Növbəti videolarda, vloglarda görüşənədək. Hələlik.